Salamlayıram sizi əziz dostlar. 5 may 2026-cı il Kiyev şəhəri Dəhşətli Adlıq kompleksinin və muzeyinin önündəyəm. Demək, bugün burada Qaladomoru öyrənən assosiasiya üzvlərinin toplantısıdır. Həm də dəyərli Lidiya Borisovna Kovalenko-Manyak xanımın günləri 90 yaş tamam olur. Qaladomoru birinci öyrənənlərdən biri. Və sizə mən demişdim ki, Qaladomor Ukrayna xalqına qarşı genosid aktıdır. Beynəlxalq komitənin üzvüyəm mən. İndi yox, 89-dan təxminən. Və həmin muzeydə aşağıda görürsünüz. Bu kompleksdə bunu 2005-ci ildə o zamanki prezident Viktor Andreevich Yushchenko'nun təşəbbüsü ilə tikilib. Çünki Ukraynada tarixində Viktor Andreevich Yushchenko ilə Qaladomoru dünya ictimaiyyətinə təqdim edən prezident kimi qala bildi. Aydındır ki, Viktor Andreevich Yushchenko milli demokrat və liberal demokratiyanın bir nümunəsi olaraq tarixdə qalıb. Beləliklə, muzeydə görüş davam edir. Mən bir neçə dəqiqəliyə çıxdım ki, dünən bizim kanalımızda bu məsələlərlə bağlı mübahisələr var idi. Sizə əmin edirəm ki, həmin mübahisələr hələ də davam edir. Yəni, Qaladomordan ölənlərin, dünyasını dəyişənlərin, günahsız insanların sayı ilə bağlı. Ona görə, dəyərli dostlar, bax belə günlər bir-birini necə deyirlər əvəz eləyir. Amma günahsız insanlar ki, həyatlarını veriblər. Ona görə ki, Ukraynalıdırlar, Ukraynalı olublar, Ukraynada yaşayıblar. Bir daha bildirirəm, dünən də demişdim sizə. Ukraynadakı Qaladomor, digər Qaladomordan fərqli olaraq etnik zəmində baş verib. Yəni, Ukrayna kəndləri ilk növbədə demək, həmən NKVD-nin mühasirələrinə məruz qalıblar və milli əsasla öldürülüblər. Burada fərqli kitablar var. Deməli, indi Allah'a şükür ki, müstəqil Ukraynada belə kitablar çoxdur, amma yadıma gəlir ki, 80-ci illərdə bu mövzularda danışmaq qəti qadağan idi. İnsanları tuturdular, həbs edirdilər. Bizim dostlarımız və mənim dostum o günləri Belarusiyada bir yerdə getmişdik. Yəni, Ukraynada ilk Qaladomora ilk heykəl qoyan Aleksandr Yevgeniyeviç Ushenski də buradadır. Yəni, o da sözün bildirdi. Mübahisələr devam edir. Belə. Я вам можу сказати єдине, що я не знаю. Ви знаєте, які речі, є багато речей, яких я не знаю. Але що я знаю? Я знаю, що люди ці жили в такому темпі, в такому граничному прискоренні, що вижити в такому темпі. Я пам'ятаю останні дні Джеймса. Я пам'ятаю останні дні Лідії. Збирати оці зали, вислуховувати. Ви знаєте, вислухайте одну людину, яка пережила Голодомор, а потім вислухайте 10. І кожного дня з цим йдіть додому. Це жах, який тебе розриває на шматки, ти гніваєшся. Bugün baş verən müharibə orada stentdə də yazılıb. Elə Holodomorun davamıdır və Ukraynalılığın Rusiya imperiyasının dayağı olan, əsası olan Ukraynalıların məhv edilməsi planının bir hissəsidir. Ona görə əziz dostlar, belə diskusiyalar, danışıqlar, alimlər
həmişə bu Вона mövzunu брала якісь інтерв'ю. aktual olaraq saxlayırlar. Вона була на радіо, вона була на телебаченні. Belə, mən burada bir sizə bir şey də göstərim. Такому напруженні. Deməli, Щось там мусить, o zaman yaşamış səhnələrdən biri щось там мусить тріснути. görürsünüz də bu palıdan, Тобто ці люди потребували bu особливої palıd особливої ləpələridir belə медичної deyək. Və bununla yaşayıblar insanlar. Так Görürsünüz. ставилися до них. Belə, yəni belə faktlar Ті çoxdur. часи, це було варварство. Це тільки ми, українці, можемо так ставитися до людей, які є золотим фондом нації. Təşəkkür Якщо edirəm. деталі вас цікавлять, якщо вас деталі цікавлять, Təşəkkür edirəm. аварії і трагедії, Sağ olun, danışarıq mövzuda. я вам лише Aleksandr Yevgeniyevичlə və mövzuda müsahibə eləyərəm.